Bismillahirrahmanirrahim. Axşamınız xeyirli olsun. Şirin şəkər gül balalar. Yuxunuz şirin olsun. Verilişindən Bahar xala yenə sizi salamlayır. Hər vaxtınız xeyirli olsun. İnanıram ki, siz də nağıllarımızı maraqla dinləyirsiniz və hər axşam səbirsizliklə Bahar xalanı gözləyirsiniz ki, gəlsin, biz də oturaq, Bahar xalamızı dinləyək, görək bizim üçün hansı nağıl danışacaq. Bəli, əziz uşaqlar, çox da sizi səbirsizləndirmirəm və əyləşin, bugün də sizə maraqlı bir nağıl danışım. Hazırsınız? Mən də hazıram. Keçək nağılımızı danışaq. Bugünkü nağılımızın adı çox danışan tısbağadır. Görək bizim qəhrəmanımız nə işlər görəcək. Başlayaq nağılımıza. Biri var idi, biri yox idi. Dağın ətəyində hər tərəfi yaşıllıqlarla bürünmüş bir düzənlik var idi. Bu düzənlikdə yağış və qar suyu ilə dolmuş böyük bir gölməçə var idi. Orada 2 ördək və bir tısbağa yaşayırdı. Tısbağa əziyyətsiz heyvan olduğu üçün ördəklər onunla dost olmuşdular. Hər gün suda üzüb, yorulduqdan sonra quraya çıxırdılar. Tısbağa ilə bir yerdə oturardılar. Gördükləri hər şeydən söhbət edərdilər və beləcə istirahət edib dincəlirdilər. Bunların dostluğu uzun müddət davam etdi. Lakin son 1 ili qar və yağış yağmadığı üçün quraqlıq oldu. Yay fəsli olduğu üçün gölməçənin suyu xeyli azalmışdı və tamamilə quruma həddinə çatmışdı. Ördəklər susuz yaşaya bilmədiyi üçün başqa bir yerə köçməyi fikirləşirdilər. Dağın arxasında böyük bir göl var idi. Qərara gəldilər ki, uçub ora getsinlər. Fikirləşib qərara gəldikdən sonra günlərin bir günü tısbağa ilə məsləhətləşdilər. Düzdür, uzun müddət biz burada yaşayırıq. Artıq bura uyğunlaşmışıq. Lakin bu il su azaldığı üçün yaşamağımız mümkün deyil. Buna görə də başqa çarəmiz olmadığından dağın arxasındakı gölə getmək qərara gəlmişik. Amma səndən uzaq düşdüyümüzə görə çox narahat olacağıq. Tısbağa bu sözləri eşidib çox qəmli halda dedi. Siz məni tək tənha burada qoyub getsəniz, mən tənhalıqdan və qəm-qüssədən ölərəm. Elə edin ki, hara olur olsun, amma bərabər olaq. Ördəklər dedi. Biz də çox istəyirik ki, bərabər olaq. Lakin nə etmək olar? Burada gölməçə artıq qurumaq üzrədir. Dostluğa görə də canımızdan keçə bilmərik. Tısbağa dedi. Ey əziz dostlar, bilirsiniz ki, susuz yerdə yaşamaq sizin kimi mənim üçün də çox çətindir. Mən də bilirəm ki, dünya böyükdür. Suyu bol olan başqa yerlər var. Gəlin, köhnə dostluğun haqq-hörmətini saxlayın. Hara getsəniz, məni də özünüzlə aparın. Ördəklər dedilər. Ey mehriban dost, biz də səni burada tək-tənha qoymaq istəmirik. Lakin bizim səninlə səfərimiz alınmaz. Çünki buradan dağın arxasındakı gölə qədər yol uzundur. Uzun yolu yeriməyə bizim ayaqlarımız taqəti çatmaz. Səninlə yeriyə-yeriyə o qədər gedə bilmərik. Sənin də qanadın yoxdur ki, bizimlə uçub birlikdə bu yolu gedəsən. Əgər sən başqa bir yol bilirsənsə, sən de, biz də edək. Tısbağa dedi. Hər bir çətinlik üçün bir çarə yolu var. Mümkün olmayan bir şey yoxdur. Siz məndən daha ağıllısınız, daha rahat yol tapa bilərsiniz. Ördəklər dedilər.
Həqiqətən bizim üçün bir yol var. Bunu da bilmək lazımdır ki, hər iş düzgün yerinə yetirilməsə, nəticəsiz qalar. Biz səni tanıdığımız müddətdə bilirik ki, sən düzgün rəftar edə bilməyəcəksən. Tısbağa dedi, məgər mənim nə eybim var? Ördəklər dedilər, sənin eybin budur ki, çox danışansan. Tısbağa dedi, mən ki, sizdən asta yeriyirəm. Mənim arxamda çanağım olduğu üçün səsim də yavaş çıxır. Sizsiz ki, həmişə suyun üzərində qar-qar edirsiniz. Hardan məlumdur ki, mənim ağır təbiətli olmağım və aramlığım sizdən azdır? Ördəklər dedilər, demək istəyirik ki, sən tez əsəbləşirsən. Biri bir söz deyən kimi sən tez istəyirsən onun cavabını verəsən. Hardan bir səs gəlsə, tez boylanıb bilmək istəyirsən ki, görəsən nə xəbərdir. Yəni, biraz da olsa sakit dura bilmirsən. Elə ki, hər şeyi düzgün bildiyini sanırsan, dərhal axıra kimi danışırsan. Bizimlə yola çıxıb, yoldaşlıq etməyin üçün soyuqqanlı və sakit olmağın lazımdır. Tısbağa dedi, çox gözəl, mənim eybimi özümə dediyiniz üçün sizə minnətdaram. Mən də rəftarlarımdakı səhvlərimi düzəltməyə çalışacağam. Ördəklər dedilər, düzdür, biz səni bir neçə dəfə imtahan etdik. Verdiyin sözü tuta bilmirsən. Amma indi ki, bizimlə birgə getmək istəyirsən, sağ-salamat gedib məqsədə çata bilməyin üçün söz ver ki, yol boyu bir kəlmə danışmayacaqsan. Tısbağa dedi, bu nədir ki, mən hazıram, yol boyu nəfəs də almayam. Ördəklər dedi, yaxşı, İndi qulaq as, biz bir ağac budağı gətirəcəyik. Sən dişlərinlə budağın ortasından tutarsan. Biz də birimiz yuxarısında, birimiz aşağısından tutub uçacağıq. Narahat olma, tez gedib çatacağıq. Amma yol boyu ola bilsin ki, insanlar bizi görüb, gülüb ələ salsınlar. Sən bir kəlmə də olsun, ağzını açıb söz deməyəsən ha. İnsanlar belədir. Hər şeyə bir qulp qoşub ələ salmağı xoşlayırlar. Ona görə deyiblər ki, darvazanı bağlamaq olar, adamların ağzını bağlamaq olmaz. Amma məqsədə sağ-salamat çatmaq üçün səbirli və soyuqqanlı olmaq lazımdır. Tısbağa dedi, kim nə deyir desin, mən cəmaatın sözünə heç bir əhəmiyyət verməyəcəm. Əmin olun ki, mən bir kəlmə də olsa ağzımı açıb söz deməyəcəm. Cəmaat danışıb yorulacaq. Biz də öz işimizi görüb məqsədimizə çatacağıq. Bundan sonra ördəklər gedib taxta parçası gətirdilər. Tısbağa taxtanın ortasından, ördəklər də hərəsi bir ucundan tutub, qanad çalıb havaya qalxdılar. Uça-uça yolların üstündə abadlı bir yerdən keçirdilər. Kəndlilərdən biri quşları və tısbağanı görüb qışqıraraq başqalarına göstərdi. Camaat, baxın, ördəklər necə tısbağanı özləri ilə aparırlar. Camaat bu vəziyyətə təəccüblə baxıb, hərəsi bir söz deyirdi. Yavaş-yavaş insanların səsi çoxalmağa başladı. Hamı tısbağanı birinci dəfə idi ki, havada görürdü. Buna görə də təəccüblə bir-birlərinə göstərirdilər. Tısbağa cəmaatın hay-küyündən çox əsəbləşirdi. Lakin heç nə danışmayacağına söz vermişdi.